İndi isə getdik Zürixə. Dəhşətli dərəcədə isti var ki, Cenevra ilə buranı biraz müqayisə edeyim. Burada Louis Vuitton makaronu yedik. 1000 manata kəmər satanda necə xidmət olmalı? Çok şəkillər çəkməliyik 100%. Pinlə olan kolaborasiyalar haqqında da fikirlərinizi bölüşə bilərsiniz. 4 saata 35 manat parkovka. İsveçrə. Öz ceyranımızı saxladıq. Cenevra gölü yoxsa Zürix gölü daha yaxşıdır. Razılaşdıq. Pasportumuzu qoyuruq burada bir dənə. Yavaş yermək daha çətin şeydir, təhlükəlidir. Keçsən, keç də. Keç, sənin ayaqlar. Düz belə şey gedir ya. Görürsünüzsə, bayaq dediyim kimi. Bildi, yəni məncə otel səviyyəsində hostel idi. Lazım. Düzdür Samir? Zaparkasına yox, benzin doldurma mərkəzinə. Bizim üçün öz rekordunu bir daha göstərəcək. Belə deyərdim, Bezel'in korpusunun istehsalıdır. Karşımızda bir tane de 300 bin franklıq aparat var. Bu artıq son mərhələlərdir. Thank you. Bu fabrikin təqdimatını deyək. Tam olaraq dərsi soyulub. Nə qədər? 2117. Gölündə çiməndən sonra yəni belə məclisi eyham. Salam, hər vaxtınız xeyir. Sizi salamlayırıq bu səfər Türkiyədən. Normalda həmcə bizim vloglar başlayır Heydər Əliyev adına olan hava limanından, amma bu səfər başlayırıq Sabiha Göçmən hava limanından. Bunun səbəbi əslində bir qeyri-adi bir səbəbi yoxdur. Sadəcə bu səfər bu səfər bu formada oldu. Gəldik dedik buradan başlayaq vloqa. Onu zaten çox vaxt aktarmalı uçuruq deyə buradan keçirik. Onca da bugün vlogumuz buradan başladı. Bugünkü səfərimiz yenidən İsveçrəyədir, amma fərqli bir şəhər nədir? İndi hal-hazırda buradan gedəcəyik Zürixə. Zürixdən sonra isə oradan maşın götürəcəyik. Yenidən Almaniyada olduğu kimi hava limanına sifariş vermişim maşını Six'dan. Detalları videonun davamında görəsiniz. Oradan isə maşınla artıq yəqin ki gedəcəyik Mendroziya. Mendroziya olmamışıq. Mən əslində Zürixdə olmamışam. Bu Zürixdə belə deyərdim, ilk təcrübəm olacaq mənim. Məncə maraqlı olacaq. Sizə çalışacağım bütün detalları göndərim. Bu səfər sərgi deyil. Gedirik in-house-a, belə deyərdim. Markanın bir dənə saat markası var, adını deməyəcəm. Ki, videonun axırına kimi baxsaz, biləsiniz ki, söhbət hansı markadan gedir. Həmin markayla görüş olacaq, onların zavoduna baxacaq. Əlbəttə ki, bu prosesi çəkməkdə bizim əsas məqsədlərimizdən biri nə idi? Əsas məqsədlərimizdən biri odur ki, biz marka seçimində necə seçici davranırıq. Məsələn, bu markayla biz görüşmüşdük daha əvvəldən də. Birbaşa razılaşıb, okey, saatları göndərin, biz də Azərbaycanda satışını təşkil eləyək. Bu formada da eləyə bilərdik bunu. Amma eləmirik bu formada, çünki ən idealı nədir? Gedirik, zavodlarına baxırıq, adamlarla tanış oluruq, sizlərə detallı şəkildə çəkib göstəririk. Çünki orijinallığından əmin olmalısınız siz alacağınız hər bir saatın. Ona görə də sizə bonus məlumatım odur ki, məsləhətim odur ki, saatları aldığınız zaman detallıca araşdırıb orijinal saatlar alasınız, orijinal saatlar istifadə eləyəsiniz. İndi isə getdik Zürixə, orada görüşmək üzrə. Salam bir daha, yenidən qarşınızdayıq. Artıq rəsmi olaraq Zürixdəyik. Hal-hazırda Instagramda elə həm öz profilində, həm də Meridianda story qoymuşdum ki, sizcə hansı şəhərə gedirik? Demək olar ki, mənim profilimdə 65%, Meridian səhifəsində də 70% insan seçib ki, Cenevra, çünki biz həmişə normalda Cenevraya gedirik sərgilərlə bağlı. Videonun əvvəlində də dediyim kimi, mənim ilk, belə deyərdim, Zürix təcrübəm idi, amma burada iş yoldaşlarımızdan daha əvvəldə olanlar var idi. Onların dediyinə görə çox bastırıq. Çünki hardasa bir saat olar biz qaldıq pasport kontrol hissəsində. Dəhşətli dərəcədə çox adam var idi. Halbuki hal-hazırda sərgi yoxdur, yəni qeyri-adi tədbir də yoxdur. Belə başa düşdüm ki, Zürixdən nisbətən Cenevradan daha belə deyərdim, insanlar çoxluq təşkil edir. İndi isə gəlmişik, gördüyünüz kimi Six'də. Oradan verib çəkim. Çünki Six'dən maşını götürməyə eyni Almaniyada olan kimi Samir bəy də bizəndir.
Hətta belə bir dənə bonus məlumat verim ki, Six-dən götürmək şəhərdə götürsəydik bundan 2 qat daha baha olacaqdı. Amma indi buradan daha uyğun qiymətə Lifehack sizə buradan maşın götürəcəyik. Hətta belə bizə bu gün lazım deyildi də. Bizim üçün lazım idi. Bizə lazım idi. Sabaha lazım idi maşın. Çünki biz sabah Menderes'ə adını ola bilər ki, Menderes-ya. Ola bilər ki, adını düzgün tələffüz eləmirəm. Əgər düzgün tələffüz eləmirəmsə, əlbəttə ki, onu qeyd eləsəz sevinərəm. Hə, bizə sabah gələcək ora. Bizə sabah üçün lazım idi maşın, amma qiyməti ucuz idi. Biz sabah təzədən bir aeroporta qayıtsaydıq, yenidən daha baha baş gələcəkdi. Ona görə gündəlik qiymət daha sərbəst olduğu üçün qərara gəldik ki, elə gələk buradan götürək. Necə maşın yanına götürəndə yenidən sizlərlə olacam. Hələlik. Və bu da bizim götürdüyümüz maşın. Almanya Logistics'də BYD götürmüşdük. Desən, nə? Volvo Wagon. Biz Passat fikirləşirdik. Amma Passat götürə bilmədik. Götürə bilmədik dediyim, yəqin ki, stokda olmadı yoxsa nəsə, çünki keçən dəfə də BYD götürmüşdük əvəzinə. İndi də Volvo Wagon götürdük, amma məncə idealdır. Görüşürük. Həmişə kimi Avropanın ən ciddi problemlərindən birindən qarşılaşdıq, yenə parkovka məsələsi. Amma tapdıq. İndi plan nədir? Otelə saat 3-də girəcəyik. Ona görə gedirik hal-hazırda biraz şəhəri fırlamaq. Biraz abedzad. Nəsə düşəcəyik otelə. İndi marş parkovka edib çıxdıq. Daha gördüyünüz kimi bura Flixbus'ın astronomkasıdır. Bildiyiniz kimi biz bundan qabaqçı səfərlərimizdə Flixbus'dan geniş istifadə edirdik. Əslində Avropada şəhərlər arası səyahət üçün həm münasibdir, həm də rahatsızlıq baxımından idealdır. Gördüyünüz kimi Flixbus. O Flixbus Mindorozi'ye getmişti, ona göre götürdüm. Ama ben de götürdüm. Bu səfər ona görə belə bir dənə bonus məlumat. Biz onca maşın götürdük, Flixbus'la getmədik bu səfər. Çünki Flixbus, mən yenə deyə bilməm o şəhərin adını. Şəhərin özünə gelmə öyrənəcəm şəhərin adını demək. Mendroziye şəhərinə getdik. İndi isə mərkəzi bağzalı səslidir. Səfərimizdən nəticə çıxardıq. Bu səfər hamımız askı götürmüş. Antalya məsələsindəki gözümüz günəşdə eşdiyinə görə. Biraz belə deyərdim, şəhəri gəzib, sonra keçəcək otelə, bayaq dediyim kimi. Dəhşətli dərəcədə isti var. Gəlməmişdən qabaq düzdür. Biz baxmışdıq, məlumatımız var idi isti olduğundan, amma bu dərəcə isti olduğunu bilmirdik. Dəhşətli dərəcədə isti var. Çox isti də, Samir. Tam demək olar, olmaz isti. Küləyi var da, külə hərəkət. Yenə Avropa bildiyiniz kimi hamı VSV sürür, açır. Amma bu səfər qaçanlar azdır. Normal olaraq, çünki bu istidə qaçmaz da. Təxminən hardasa mərkəz oralara düşür. Oralara düşür də burada? Yoxsa? İndi gedirik mərkəzi tərəf, ora vağzal, orada maşını park elədik. İndi gedirik mərkəzə doğru. İndi buranı vlog boyu çalışacağım, biraz Cenevra ilə buranı biraz müqayisə edeyim. Böyüklüyünə görə bura daha böyükdür. Böyük ehtimal ki, gəzməli yerlərdə daha böyük olacaq. Daha geniş ərazi olacaq yəni. Amma buranı da kəşf eləmək lazımdır.
Eğer yolunuz Zürixə düşsə, burada bir dənə şey İtalyan restoranı tapdıq. Hatta burada Louis Vuitton makaronu yedik. İndi qəbzdə qoyacağam bura. Biləsiniz niyə Louis Vuitton makaronu deyirəm mən buna. Burada indi öz profillərimizdə də post elədik ki, Louis Vuitton makaronu. Elədik, bayaq bugün kimi də Louis Vuitton makaronu qəbzdə əlavə edəcəm. Buranın Google Map'dən də əlavə edəcəm bura videonun altına. İstəsəz gəlsəz yeməklərinə söz ola bilməz. Əlbəttə ki, qəşəngdir. Amma həmişə kimi qiymət dodaq uçuqlatır. Niyə? Çünki İsveçrədəyik və İsveçrədə hər şey nisbətən bahadır. İndi isə bir dənə dostumuz, həm də müştərilərimizdən biri bizdən kəmər istəmişdi IWC üçün. Burada IWC'nin butiki var. Gedəcəyik oradan kəmər götürməyə. İçəridə video çəkilişə icazə yoxdur, amma saçdan sizin üçün şəkillər götürüm, əlavə edeyim bura. Əlavə edilməsin, üzrü sayın, amma saçdan əlavə edeyim. Da həmişə kimi Avropanın da ən sevdiyim şeylərdən biri tramvayla. İndi gedirik. IWC'ni bilmirəm, siz buradan görsünüzsə, tramvay dayandı qabağımızda, tramvayın o bir tərəfindədir. Oradan götürəcəyik kəməri. Azərbaycan sayağı bir dənə yol keçirik. IWC'nin butiki. So, təxmini hardasa 1 saatlıq şeydən sonra götürdük. Xidmət necə idi? Bu necədir bəs? 1000 manata kəmər satanda necə xidmət olmalı? Hara getdik belə? Sağa. İndi gedirik şəhərin bir dənə qəşəng görünüş var. Qalxırıq ora. Oradan şəhər mənzərəsinə baxmağa. Belə mənzərə. Başını razı edirəm. Getdik. İndi isə gedirik dediyimiz o şəhərin belə deyərdim, viewpoint'ə. Adı Lindenhof. Lindenhof'a gedirik. Google Map. Burada da addım başı Rolex'in butikini görə bilərsiniz. Düz Cenevrənin adı çıxıb, amma burada Rolex'in butiki elə bir daha çox. Nəinki Cenevrədən. Bu küçə düz bizi qaldıracaq. Həmin o viewpoint'ə. Burada indi hamısı qalxırdı orada. Ha, bu küçədir. Burada Maris'in butikini də görə bilərik. Mağazalar plus. Nə? Mağazalar plus. Yəqin ki, private-dan nədir ona görə. Yəqin ki, private yerindədir. Buradan hardasa 15-20 dəqiqədə ancaq dik qalxırıq. Qalxdıqdan sonra indi isə buradan gedirik viewpoint-ə. Əziyyətimizə dəyəcək buradakı görüntü. Başqa məsələ. Ha, müşterim sordu. Ha. Ki indirim var. Fikrinizə dəyəcək. Bakalım. Görüntü həqiqətən söz ala bilməz. Danışmağa söz tapa bilmirəm deyə danışmıram. Siz görüntüyə baxsaz daha həzz alarsınız mənim danışmama.
Bütün turistlerin gelip burada çektim. Burada da bizde çok çeşitler çektim 100%. Geldik Zürixin ən məşhur şəhər görüntüsü olan yerə. Görüntünü də çəkdim, sizlə paylaşdım. Fikirlərinizi yazarsınız. Yəni yarım saat buranı qalxmağa dəyərmi? Görüntüyə görə əslində bu adamın adama görə dəyişən bir şeydir. Əgər təbiəti, görüntünü, belə deyək, memarlığı sevən birisinizsə, əlbəttə ki, dəyər. Ona görə də 100% gəlib baxmalısınız. İndi isə düşürük oradan. Gedək biraz Old City düzlüklərdə, yəni bizim elə bir içəri şəhər. O tip İsveçrədə yadınızdadsa var idi, indi gedirik ora. Oradan da gəzəndən sonra bizə qayıdacaq vağzal tərəfə. Çünki bilirsiniz ki, burada tez bağlanır. Demək olar ki, bütün marketlər olsun. Burada yolüstü bir şey gördüm, bu sizə çəkib göstərməsəydim ayıb olardı. AP and SWAT 350 frank. Bomba kimi. Bir amigo sen. Bu ona ya. Bu Flankman. Ümumiyyətlə ən pisi məndə AP idi. Ha. Flankman da yaxşıdır, şey də yaxşıdır. Bu da ne sağlar nasıl yaşıyor? Daha yani. Ali da su içmiyor, kim kaldı? Omega'nın olan. Ha, çox şey. Sulan mexanizmləri falan mən bilən nəsə. Svots'un özü idi, Omega dəxil olmayan şey. AP ilə olan kolaborasiyalar haqqında da fikirlərinizi bölüşə bilərsiniz. Mənim fikrim çox da politikada deyil. 2 dənə Omega ilə olan əlbəttə ki, kolaborasiyası bəyənirəm. Amma o biriləri yox. İndi yenidən vağzaldayıq. Gedirik maşını götürməyə, maşının yanına, oradan da gedək otelə. Deyək ki, Louis Vuitton makaronundan sonra qərara gəldik ki, öz bildiyimiz kimi Migros'dan bazarlığımızı elədik. Gedirik otelimizə. Çox dəhşət dərəcədə isti var. Nə qədər tutdu? Hazır 36 manata. Nə qədər olar təxmin? Saat 1'de gelmişler. Grafiğini yazdı ya direkt. Hazır 4 saata. 4 saata 35 manat parkovka. İsveçrə. Bunun üstünde yazma oldu. Kartın üstünde yazma. Ha. Sizin gözəlcə. O da ondan da. Bir sumka, o yok o bile. Getdi ya. Arka çıxacaq mən də oldum. Gedək biraz otelə. Biz dincimizi alıb çünki dəhşətli dərəcədə isti var da, yəni.
Düz gəlində biz baxmışdıq ki, dəhşət dərəcədə istidir. Camaat göllərdə də çimlə eləyir. Həqiqətən yəni çox da belə deyiləsi deyil. Bax, su içməkdən bəlkə adam 4-5 litre su içmişik ki, ancaq özümüzə gələkdən. Yerik otelə. Gəldik. Yaxşı qiymətə parkovka tapmışıq. 10 euroya günü. Qalacağımız yerdə buradır. İndi içərisində göstərəcəm sizə. Detallı. Registration edib. Gidəcəyik otağımıza. Dediyim kimi ən normal münasib qiymətə tapdığımız tək burada yox, ümumiyyətlə İsveçrədə məncə ən uyğun qiyməti olan parkovkadır bu. Günə 10 manat. Nədir? Hostelin parkovkası. Paramı belə kart verirlər. Kartı yerləşdirəcəyik maşına. Все. Bu qədər. Yukarıdan bağlandı. Seçin bu kadrları yoksa bomba kimi əsl tələbə mi? Akşam sənin olacaq. İndi yatır. İndi yatır. Bu kadrları bəlkə əlavə eləmir misin? Təzdən gel. Təzdən gir. Mahnı qoşarsan burada. Xaladenik var burada. Elhamdülillah, əsas çatdıq hər şey qarşısında. Mən onun üçün dedim, xaladenikə bax, baxmaq lazımdır. Gəldik, oteldən çıxdıq, gəldik bir dənə şəhərin mərkəzində yenidən biz öz ceyranımızı saxladıq. Burada bir dənə belə başqa bir dənə ceyran var. Başqa məsələ, İsveçrə xalqı şəhərdir. Bu da bizim ceyran. Orada nəsə düy yazılar deyəsən söyləyirlər. Bizimkiler qaçdı. Gedim çatmalar. Gəldim. Nə gördülər? Qaçdı. Qaçırıq şəhər mərkəzinə. Çau. Hal-hazırda bir dənə yerdəyik ki, bura köhnə Alman kinolarında o Almanların qaçıb bizləndiyi yerlərə oxşuyur, bunkerlərə oxşuyur. Maraqlı. Çox. Dizayn etmə nə demək? Sən sanki dizayn yoxsa bir şeydir. Məsələn, texniki bir şey. Texniki bir şeydir o məncə. Çünki hərəkət edən bir şeydir. Yox? Nədir bəs ya? Nəmişliyi alır sanmış. Var bildiğin bu gördüm. Əvvəllər burada Listur. Ha, Murat? Ha? Deyirəm, əvvəllər burada Listur idi. Əvvəllər belə deyil. Ha, Listur idi. İndi pərdə ediblər. Bana. Elə bir şeydir də, apokalipsisdən çıxdıq da, başa düşdüm elə. Parkdan çıxanda o his gəldi biraz. Nə demək istəyirəm? Cenevra ilə aşağı yuxarı Zürixin vibe indi. Yəni ən azından bizim fikrimizdə. Çox bənzərdir, həm binaları olsun. Eyni formada Cenevra'da kimi burada da yenə göl yerləşir tam mərkəzdə. Ha?
Estetika. Gedək gölün qırağına da. Ha, aşağı yuxarı. Niyə bə gölü yapmışsın? Gör Zürix gölü yaxşı yoxsa Cenevra gölü. İndi bir dənə baxaq görək. Cenevra gölü yoxsa Zürix gölü daha yaxşıdır. Dediyimiz kimi bənzərliyi çoxdur, amma biraz fərqli. Bura daha genişdir normal olaraq paytaxt çünki. Amma məsələn burada saat mövzuları nisbətən Cenevrədən daha azdır. Düzdür, burada da hər addım başı Rolex'in, IWC'nin, Longines butiklərini görə bilərsiniz. Amma Cenevrədə məsələn saat fabrikləri olsun, saat zavodları olsun oradadır və ona görə də sərgilər daha çox Cenevrədə olur. Əskərlik var, özdə. Bura isə Zürix gölü. Eyni formada insanlar həm ailə vaxtlarını keçirdirlər, həm də üzən deyəcəyim ki, həm də üzürlər, amma üzən nisbətən azdır. Amma üzənlərə demək olar, yox üzürlər. Daha ortalarında üzürlər. Amma yəqin ki, Cenevra vlogundan da tanış gəlir sizə. Çox bənzərdir. Bənzəyirlər. Yəqin ki, İsveçrə vlogundan da sizə tanış, oxşar mənzərədir. Aşağı yuxarı eyni formada. Burada da həm belə həm özəl gəmilər, həm səyahət gəmiləri, həm də turizm məqsədli istifadə olunur. Tək fərqi ortada olan fontanın olmamağıdır. Ha Murad, tək fərqi odur ki, ortada fontan yoxdur. Cenevrədə eynidir ha, eynisidir. Sadəcə ortada fontan var, bir dənə çox böyükdür ha. Zərdaba da oxşayır bura. Zərdaba da oxşayır. Bax görək. Cenevrə gölündə kimi burada da varsa tur, bir dənə lotka turu da ataq. Öyle. Götürüp yüzmeye olur. Şimdi tanıştık, razılaştık. Pasportumuzu koyarıq burada bir tane botlardan götürürük. Hansı ki bu velosiped kimi olandan. Görək nə indirik. Biraz üzey bizdən. Just don't overdo the 10 minutes. Huh? Enjoy. Ha 10 dəqiqədən deyir artıq az gecikmə. Çox olmadı ha. Amma ümumi 1 saat vaxtımız var. Gedirib balıq tutmağa. Enjoy. Boşu 1 saat vaxtımız var. Saat indi saat 9-a qalıb 15 dəqiqə. Yox 8-ə qalıb 15 dəqiqə. 9-a qalmış 15 dəqiqə gətirməliyik. O 4 nəfər idi bunlar. Tərsinə oturur. Get in. Please no. We have to get in after a lot of customers. Thank you. Otherwise they wait in the boat. Perfect. 1 minut. Kim keçir qabağa? Go, Samir geç. Not slowly. If it's slowly, it's more dangerous. Sit. It's not. Ha, yavaş yermə daha çətin şeydir, təhlükəlidir. Keç qabağa. Nə? No, not together. Sami keç. Keçirsən, keç də. Keç sənin ayaqların. Birisi oturur, öbürüsü qalır. Məsləhətdir. Sit down, please, everybody. Eyvallah. How are you? Perfect. Burada 3 Ceneva'da yoxdur deyəsən bundan. Məncə var. Əvvəllər burada da olmuyor. Əvvəllər burada da Sami tutub temanı. Bulvarda bunu elə bilmirəm çünki bulvar da şeydir də. Dayazdır. Dayaz deyil, şeydir. Dalğalıdır. Sən bassan. Bilmə sən batsan, oradan sən bura çıxana kimi biz də batacağıq. Batsın mən tutacağım. Sən halal olacaqsan da orada şey də elə bilirsən ki, suda. Drift eləyir ha elə bir şey. Yoxsa mən elə gəl.
Ay bile buradan şey eləyir. Girməyə ayaq saxlayın. Arada bırakmayalım. Lazım deyil. Hara get, hara parçalıyız qardaş. Biz niyə belə nəsə problem yoxdur bu gəmidə? Biz səpinə gedirik, yerə bilə. Ha? Şəflər şey düzəldəcəm. Deyir ki, fontanlara denk gəlir. Bu fontanlar var. Avro çox uzaq. Ne uzaq? Yorlar orada. Qardaş. Samir bir sürü Konumda bir dənə düzəliş elə orada. Saydanda bir sürərik də Abbas. Niyə? Google Map'e şey. Saydanda bir sürərik. Biz səhv oturmuşuq. Samir biz ikimiz də bir tərəfdə oturmuşuq. 100 kilo, 100 kilo. Problem yox. Senin bir tərəfi 200 kilodur. Bu dəqiqə yarışırıq şeylə. Bu da yaxta sayılır, yoxsa bu nəsə yelkənli yaxtadır, hə? Kaçırız da belə. Yox, yox, mən o belə nə Bunlar hamısı yaxtadır, hə? maraqlı bir kaçırız. Yarışırıq bu dəqiqə. Tosu düz belə şey gedir ya. Dirəşmişik. Dirəşmiş yana. Şey bu. Dirəşmişik, biləm, dirəşmişik. Əclaf keçdi bizi, amma Ay bu. O kölgəsiydi. Bura bir dənə şey qoydu. Aslında cavablı şeydir. qızlardı. Buranın şeylə montaj edə biləcək. Sandes xəritəsi var ha. O formada montaj edə bilərəm da. İndi gəlmişik bayaq dediyimiz kimi Alştat deyirlər bura bu territoriyaya. Bura bizdə İçəri şəhər necədir, elədir. Arxamda da görürsünüzsə bayaq dediyim kimi yenə də deyirəm. Cenevre saatın mərkəzidir, amma burada hər addım başı Rolex'in butikini görə bilərsiniz, multibrand mağazalar görə bilərsiniz. Hansı ki orada Lanjin, Patek, Piaget, bir çox da, yəni bir çox spesial brendlərini, məsələn qabağımızda yenə bir dənə multibrand mağaza var. Tag satırlar, Lanjin satırlar. Yəni belə. Artıq Zürixdəki günümüzün sonuna çatdıq. Ola bilər ki, təzən qayıtdıq Zürixə, ola bilər ki, qayıtmadıq. Ona görə ayaq yer qoyuram, amma burada sizlə sağollaşıb bayaqki tuneldə göstərəcəm sizə, sonra yenidən sağollaşacaq. Sabah Mendrezio'da sağollaşacaq. Mendrezio'da yox, buradan yolda çəkəcəm sizə əlbəttə ki. Buradan gedəcəyik Mendrezio'ya artıq görüşə. Hal-hazırda artıq səhər-səhər durduq. Yəni şey normal zavtraq elədik. Məncə zavtraq yaxşı idi. Əla idi. Hostel olsa da super zavtraq var idi. Ha. Amma yəni adi hostel deyildi. Yəni məncə otel səviyyəsində hostel idi. Sami. Qəşəng zavtraqımızı elədik. İndi gedirik Mendrezio'ya. Burada indi gəlmişik benzin vurmağa. Amma benzinə əlbəttə ki harda vurmalıyıq? Xeyri vətənə qalsın. Düzdür Samir? Sokar. Bu nədir? Dizildir bu da yoxsa? Gördüyünüz kimi İsveçrədə, İsveçrənin paytaxtı Zürixdəyik və burada da xeyri vətənə qalsın deyə gəlmişik Sokarın zapravkasına. Zapravkasına yox, benzin doldurma mərkəzinə. Bu da özünə xidmətdir. İndi buradan zapravka eləyəcəyik. Oradan marketdən lazımlı şeyləri götürəcəyik və getdik Mendrezio'ya. Bu arada mən sizə artıq neçə dəqiqədə vloqa baxsınız. Mən Mendrezio'ya nəyə gedirik,
bu səfərki səfərimiz nə üçündür, onun haqqında məlumat verməmişəm. JDM qrup var. Biz JDM qrupla görüşməyə gəlmişik bura. Onlarla müəyyən əməkdaşlığımız olacaq. Detalları da sizinlə paylaşacağım. Yolumuz Mendreziyadır və yaxud dediyim kimi hardasa qalıb bizim 1 saat 53 dəqiqəmiz. Yol boyu demək olar ki, elə keçən dəfəki vloqumuzdakı kimi ancaq tunellərlə getmişik. Və hardasa tunelə girirsən, hardasa yarım saat rahat, nə bilim 1 saat tunellə hərəkət edirsən də. Tunellərdə ki söz ola bilməz. Burada bir dənə qəşəng mənzərə var, onu çəkmək istəyirdim sizə. Sami. Burada bir dənə tez bazar fasilə verdik, çünki bu mənzərəni sizə çəkib göstərmək istəyirəm. Dəhşət bir şeydir. Dəhşətli dərəcədə Əjdaha şəkil çıxarır. gözəl. Ha? Kəllə var orada. Kullanıcı deyib düşürsən ki ya. Burada bilmirəm, görsənir yoxsa yox, inanmıram görsənsin. Gölün dibi görsənir yəni, o dərəcə təmizdir. Böyük ehtimal ki, çaylardan axan təmiz su gəlir burada hövz edilir. Orada da görsəz bir dənə. Buralarda insanlar istirahət edir. Burada da şak-şuk şəkillər. Qabağımızdakı silsiləyə də Alp dağları gəlib birləşir. Mont Blanc dağına. Təxminən buradakı silsilə belə bu formada davam edir. Buraya Cenevre ilə paralel idi hal-hazırda. Geri Mendreziya. Fotosesiya gedir burada da. İnsanlar üzürlər. Var kim eləyib də gördün? Dəsmalım olsaydı, kəllə vurardım bura. Gördük, burada dayanmasaq olmazdı da, ona görə mən dayanıb. Ben de göstermek istedim. Şamoni favorim idi. Burada ikinci yer, hatta deyərdim Şamoni ilə birləşər yəni gözəlliyində. Bir şey biraz da baxın. Dəhşət bir şeydir. Mənzərələrin qabağında adam deməyə söz tapmır da. Bir tərəf dağ, bir tərəf meşə, ortada göl, orada yaxtaları saxlamaq üçün su ərazi var. Yəni, bir insan bunun altına istəyə bilər. Artıq gəldik, çatdıq Mendreziyaya. Hardasa 3 saat kimi də belə deyərdim. Yol gəldik. Mendreziyada burada Albergo Milano adında otel tutmuşuq. Burada qalacaq. Axşam saat 6-da görüşümüz var. JDM qrupla. Axşam saat 6-da kimi buradayıq. Prosta indi rezervasiya vaxtı saat 2-dədir. Bizim 1 saatımız var. Maşını saxladıq parkovkada. Gəldik bura, indi buranı biraz göstərim sizə. Belə şirin bir dənə qəsəbədir.
Lugano şəhəridir deyəsən bura. Mendrezi deyəsən buranın qəsəbənin adı da, yoxsa belə bir məsələ var. Otel burada həm pizzeriyadır, həm restoranda da Samir. Belə. Gəldik, çatdıq. İndi yerləşəcəyik. Yerləşdən sonra da birinci abed eləyək. Abed eləsə yaxşı olar. Çıxmışıq Yüngülvari gəzintiyə, amma biraz dincimizi alandan sonra daha da belə Elə istəsən, bura İtalyan kantonudur da. Ona görə burada daha çox belə deyərdim. Dil baxımından da İtalyan dilində danışırlar. Təbii ki, İngilis dilində bilirlər. Burada harcı bir yerdə abid eləyəcəyik. Çünki otelə hələ ki girə bilmirik. Çox gözəl yerdir. Bir tərəfdə Como gölü var. Və alınsız gedəcəyik o tərəfə də. Belə dörd bir tərəfi dağlarla bağlı gözəl qəsəbədir. Bir qatar da var bu arada. Ola bilər ki, buradan Milana da qatar gedir və ya Zürixdən, Cenevrədən də buraya ola bilər ki, qatar gəlir. Onda Google Map'dən baxa bilərsiniz. Quattro piatti, forse devono mangiare insieme. Şurada, Assaggiano. Grazie. burada Macaroni? oteldə yeməkdən fikrimizdən daşındıq, çünki başqa bir dənə yer tapdıq. Türkiyə və İtalyan miksi olan bir dənə restoran tapmışıq. İndi çöldün də adını çəkəcəm, göstərəcəm. Belə bir dənə məkandır. Türklər açıblar 6 ay bundan qabaq, amma İtalyanda yaşayan türklərdir, belə deyim. İndi dadına baxıb deyəcəm. Üz üstə indiyəm. Atıyam, götürmürəm. Çok? Dilim pişirəm deyəcəm. Adı Gibo'dur. Həm yeməkləri çox qəşəngdir, həm qulluq, həm təmizlik, həm də ki, yəni super edilən. Qəşəng sağ olsunlar, çay da verdilər içdiyim dənə. Super yerdir, ağlınızda olsun. Bu tərəflərə gəlsəz mütləq şəkildə deyin. İndi gedirik marketə, özümüz üçün otel lazımlı şeyləri alıb keçəcəyik otelə. Denilər. Artıq Montalbano restoranına gəlmişik. Burada JDM qrupun rəsmi hissəsi yox, sadəcə belə deyərdim, ilkin tanışlıq hissəsi olacaq. Bizi restoranın girişində Mirko Rainer şəxsən özü qarşıladı. Demək istəyirəm ki, bu bəy haqqında bir iki dənə şey demək istəyirəm. Bu bəy gördüyünüz sertifikatların sahibidir və 3 qat rekord sahibidir. Hansı ki, bıçaqla şampanskilərin qapağını çox sürətlə açmağına görə. Və bu arada bayaqçı kadrda gördüyünüz bıçaqlar da tamamilə əl işidir. Xüsusi qonaqlarla birlikdə hazırlanan əl işləridir. İndi isə biraz restoranın ətrafında gəzək və sizə bu restoran haqqında bir iki məlumat vermək istəyirəm. Burada hazırlanan yeməklər olsun, verilən şərablar olsun, hamısı daxili istehsaldır. Məsələn, istifadə edildikləri ət belə öz saxladıqları, belə deyərdim, heyvanların. Burada məsələn gəlib insanlar toy, nişan və s. keçirdirlər. İndi isə keçib otururuq biz üçün hazırlanan süfrəyə. Və əlbəttə ki, bəy bizim üçün öz rekordunu bir daha göstərdi. Also a little bit in Slovenia. Yeah, right. It's a good. Please. Italian Mediterranean style menu tonight, which starts with a nice buffalo mozzarella from Naples. We receive them daily fresh with some tomatoes underneath. Sabahınız xeyir. Dünən getdik, qəşəng yedik, istəyik, çox sağ olsunlar, çox qəşəng bizi qonaqlamışdılar.
Qəşəng belə şampanya açılımıza doldu. Videonun o hissələrində də məlumat verdim sizə ki, adam Guinness Rekordlar kitabında adı var idi o qapaqları açmağa görə. İndi isə bu gün ayın 26-sıdır. Bu gün gedirik indi fabrik turu olacaq. Fabriklə tanış olacaq, markalarla tanış olacaq. Belə deyərdim, touch and feel hissəsidir vlogun. İndi gedirik ora. Oradan sizə qəşəng kadrlar götürəcəm. Özün Gülvari fabriklərin ərazisini turlayandan sonra burada gördüyünüz bina JDM Plus'un fabrikidir. Daha yaxından görəsiniz. Gördüyünüz kimi gördüyünüz bütün markalar məhz bu zavodda istehsal olunur. İndi isə gedək touch and feel hissəsinə. Hal-hazırda showroomdayıq. Mən sizə düzdür, fabrikin tam detallarını göstərməyəcəm. Çünki orada çəkiş eləməyə icazə yoxdur. Amma saatları əlbəttə ki göstərəcəm. In Switzerland, we distribute on our own because Mesela we're here, so we have our partners Romer markası directly. But in other markets, we have gördüyünüz kimi. chain like partners. Burada həm fashion markalar var, həm də saat markaları var. Məsələn, G-Star. Burada düzülüş mənim diqqətimi çəkdi. Diqqətimi düzülüş çəkdi. From the past, like very, very old. Some are from the 80s. This is 80s. This is older. This is 70s. And this is Qardaş mənim kolleqam Maçit kanalında rəhbəridir. Roman art should be all mechanical. Yeah, we have a mix. We have a good mix. Most of the collection is yeah. So this is our new showroom. We have it since last year. Orijinaldə məsələn We finalized it. həm We're going to show aksesuar, you our həm plans. saatlar istehsal olunur, həm də belə çantalarda. Мы тоже можем, а что? Daha güçlü görsən. Bu da Agner markasının Для meetings. Окей. А вообще новое помещение, организация. Я думал, в том же будет. burada bayaq Romer'in köhnə modellərini gördünüz, vintage modellər. Artıq istehsaldan dayanıb. Hal-hazırda Romer'in modelləri Там 3 этажа. Кстати, не будет, да. Да, один следующий здание. bu modellərdir. Burada skeleton olanlar da var. Və sadə dizaynlar da var, sadəcə deyilən xronograf modellər də var. Yəni gözəl markadır. Uyğun qiymətə Swiss made. Qəşəng. Bu adı var da Swiss made də. А шоурум останется там, где он есть. G-Star. Шоурум мы хотим увеличить его. Там, где девочки сидели. Да. А, так что это? Мы захотели сделать как фронт-шоп-магазин. Увеличить сервис-центр. Burada isə bizə ən çox maraqlı gələn marka JDM Swiss made. Сервис полностью сделать. Maksimum sadə. Məsələn bizdə bu segmentdə, bu dizaynda belə marka yoxdur. Bilirsiniz ki, biz həmişə marka seçimlərində necə yanaşırıq? Özümüzə rəqib deyil də, öz markalarımızdan fərqli modellər gətirməyə çalışırıq sizin üçün. Bu markanı da biz bəyənmişik. Məncə siz də bəyənəcəksiniz.
Şeysin, Jacques de Manor. Oradaki rədeyimin də aslı şeylər. Zaten Jacques de Manor'dur. Burada gördüğünüz kimi Okay. fabrikin giriş hissəsidir. Let's start here. We are in Tabor Swiss, which is a company of the group, and in the specific is our case factory. We produce cases or components of cases, like case backs or cases or what is needed. We start from the quality department. In this room in particular, we have to check first the quality of the material we use, and we have to certify to our customers that everything is compliant for the law, for their also internal rules. We use this X-ray machine to test the quality of the material. Normally we use steel. Here we have a humidity test to check the corrosion of the material, so to be sure that customers won't have this kind of issue in future. Here we have a strap test machine. One watch per batch, more or less, is tested. It's a really stress test to check that the bracelets remain well attached to the cases. I think that you do test all cases or you test some from? For You this, choose one from. for this strap test, Yes. one piece per production batch. Yes, because at the end the bracelets must be thrown away because it's so stressed. So it's only a random control. Yes. Burada becerləri və korpusları test edirlər. Bu sektor keyfiyyət departamentidir. Hər partiyada istehsal olunanda He's a part onların of the içindən team seçirlər və həmin of the quality belə deyim, department. кейsləri So, test green edirlər. t-shirt Burada isə is kəmərləri for test edirlər. quality Məsələn, team. We will bir see kolleksiyadan our istehsal model olundu. during our visit. Məsələn də So 2003 it's ədəd checking, onların in içindən this moment, some belə measures. deyək, Bəxtəxudada məsələn əl atıb hər hansısa birini götürürlər və həmin kəmərləri də test edirlər burada. Ondan sonra belə deyək, istehlaka verilir. Hər kolleksiya istehsal olunduğunda təkrar test edilir. Components we produce or we buy are correct and conform based on the Burada da technical yenidən drawings. texniki keyfiyyətlərini yoxlamaq üçün. Фантастически дорогие. Bu isə demək olar ki, sırf keyfiyyət yoxlanışı hissəsidir. Və bir dənə də şey nəzərdə çatmasın, bilməm, videonun əvvəlində dedim yoxsa demədim o. İndi təkrar istəyirəm deyim. Bu tip fabrik İsveçrədə sadəcə 4 ədəddir ki, həm keyfiyyət yoxlanışı edir, həm ümumiyyətlə istehsal edir. Burada tam detallı çəkməyəcəm o hissələri, amma yalnızca öz saatlarını yox, başqa saat, məşhur bildiyiniz saat markaları üzrində bəzi detalları, bəzi kolleksiyaları istehsal edirlər. Starts from 8 per person. I don't know. Hayır. During the morning they have meetings Gördüyünüz kimi. organize everything and check that everything is okay. Saatın bir hissəsini bilir. Bu hissəni sizə detallı çəkməyəcəm. Bura gördüyünüz kimi artıq istehsalatın mərkəzidir. Demək olar ki, çox az insan əməyi belə deyərdim də istifadə olunur. O hissələrdə məsələn qablaşdırması olsun, testləri olsun, təbii ki, insanlar yoxlayır, amma istehsalatdan mən belə başa düşdüm ki, daha çox robot qollarından istifadə olunur. Çox yaxından çəkə bilməyəcəm dediyim kimi. Amma belə ən azından istəyərdim ki, tanıyasınız, biləsiniz və əmin olasınız ki, biz sizin üçün marka seçimlərini hansı formada edirik.
between each step, we must do a slight polishing with this machine using this kind of stones. These are crystal stones. Kristal stollardır, daşlardır. Xüsusilə polirovka eləmək üçün. Bu deməli kristal daşlardan hansı ki bunu istifadə edirlər polirovkada. Böyük ihtimal saatlar taxırlar ora və orada polirovka olunur. Mükəmməl bir şey. İlk etapdır polirovkanın, yəni sonra əlavədə Gəldi. əsas qırıqları dadır. Böyük sıxıntılarda belə deyim, böyük sıxıntıları burada yontalayırlar, daha sonra saatı bura taxırlar, ha? Ha, yox. Ha, все. Saatdan keysləri taxılır, orada salırlar onun içinə və orada polirovka olunur. Amma dediyimiz kimi, bu elə bir polirovkanın ilkin halıdır. Bundan sonra bir daha təkrar da polirovka olunur. Ha. Orada da polirovkadan sonra başlayırlar saatları belə deyəlim, təmizləməyə, yulmanı daha incə hissələrində belə deyəlim. Daha incə polirovka isə gördüyünüz aparatda olur. This is a washing machine, very big washing machine. Bunun şey üçün fikirləşin, hə? Washing machine üçün fikirləşin, qabiyan maşini kimi, amma bu saat yuyandır. Polirovkadan sonraki etapda daha düzgün bir olsun deyə polirovka. Ora daha sonra bura gəlir. Burada etap mən sizə göstərəcəm. Məsələn, görsəniz orada. Baba. Saatları. Artıq onları demək olar ki, hazırdır, yuyulub. Sıvır maddə ilə, belə deyəlim, yuyulur və daha ideal bir, belə deyəlim, cila əmələ gəlir. Möhtəşəmdir. Görürsünüz. Təkrar. Milling and turning to remove the material which is in excess to have the right shape. Deməli, burada son mərhələlərdən biridir. Burada da təkrar gördüyünüz kimi sadəcə saatın, sizə suallar yanıldı. Bəzən ki, bir saatın dəyərli eləyənlərdir. Və məsələn, görürsünüz ki, neçə etapdan keçir də. Bu hələ sadəcə, belə deyəlim, bezelinin korpusunun istehsalıdır. Hansı ki, neçə etaplardan keçir. Və məsələn, burada, bilməmdir, bunları girib çıxırlar, aparata yoxsa hələ girib çıxmırlar. Amma məsələn, neçə etaplardan keçir, yuyulur, sıxıntılar götürülür, təzdən polirovka olunur, təzdən yuyulur. Çox belə. Dəyişət. Buradan təmizlik eləyir, amma çukurlar kəsintilər eləm qalıbdır. Yumuşaltmıyor, smoz eləmdir. Bu eləm üzərində işləyəcəklər. Həm də biraz yağlıdır. Bu məsələn son məhsul deyil də, hələdir. Elə onu izah edin, deyirsiniz ki, saatlar niyə bu qiymətlərədir? Məsələn, görürsünüz neçə etaplardan keçir də? Qiyməti 30 mindən 300 min franka kimi hərəsi başlayır. Onu deyə bilərsiniz. Thank you. Buradakı aparatların da qiymətləri məsələn, indi məlumat aldıqsa sizə də ötürəcəm məlumatlar. 30 min frankdan başlayır, 30 min frank evroya. Və 300 min, bu aparat məsəl üçün 300 min dəyərindədir, 300 min frank dəyərindədir. Bir yoxlanılır, yoxlamadan keçirilir. Hamısı görürsünüz ki, burada yenidən keyfiyyət yoxlanış hissəsi var. Təşəbbürəm olar yaxından. Yaşıl maykalar nədə kontrol We have two different kind of control. Burada test olunur, gördüyünüz kimi ki, hər hansısa bir xırda səhvlərə belə deyərdim, icazə verilmir də. Taking the measures. They are doing the same. İki tip kontrol var. Biri aparat
toxunur və ölçüləri götürür. Ya bu ölçüm cihazı da birinə keyfiyyət cihazında keyfiyyətini test edir və qıraqlarında olana və yaxşı xırda Aparat xırda dəyir və hiss edir. Yəni bir nöqtə Ha. mikronlarda nə qədər düzgündür də Dəymək. və dəymək. buradan gördüyünüz kimi də burada 3D formada ölçülərə nəzarət etmək olur. Burada vizual olaraq Is another control is on system propose this red line based on the technical drawing and this camera xəttlər üstünə düşməlidir. the design and the drawing and the case Okay, smart. UV dizaynla və materialın Üstə gəlməlidir. istehsal dizaynı üst-üstə gəlməlidir. O yüzden orada görürsünüz UV dizaynı görürsünüz. Saatın özü də oradadır. Olay üst-üstə düşməli ki, keyfiyyət belə deyəndə direktorundan keçsin. Və burada da məsələn qaydalar var ki, necə olmalıdır ki, və məsələn orada var, o formada olsa artıq onu istehsaldan çıxardılar və ya dayandırdılar istehsalını və ya təkrar istehsala gedir. Seriyadan bir dənə кейsi götürürlər, Ha, oxuyurlar. demişəm ama, ha. Nəsə problem çıxırsa bütün seriyanı Bütün ləğv edir. seriyanı ləğv edir. Burada gördüyünüz bax məsələn Iron Steel hamısının adları var. use a little bit also titanium, but the big part is by Titanium Almaniyalılar var. and Biz gördüyünüz bütün metalları Almaniyadan alınır. Titanium var, paslanmaz polad var, poladın bəzi növləri var. Hamısını da burada möhürləyiblər, rənglərlə seçimlər qoyublar. Bunlardan saatın bezeli istehsal olunan material deyil. Bu xam maldır. Buradan istehsal olunur bezir. Bu gördüyünüz kimi hələ ki gəzirik bayaqdan bu qədər aparatura gördünüz, cihazlar gördünüz. Bunlar hamısı sadəcə hələ ki saatın keysində istifadə olunur. İndi fikirləşin görün bundan sonra da hələ onun mexanizminin, onun əqrəblərinin və s. istehsalları da olur. Məsələn, burada da yenidən artıq sonuncudur burada. Ondan sonra bu da həmin o bəxtiyimiz bahalı metallardan çıxan atrotlar burada toplanır. Təkrar istehsala gedir burada. Böyük balıqıdır, Ha. Ha, bu da təkrar istehsala gedirmir. Onu da maraqlı. Bu hissə demək olar ki, ancaq korpusla bağlı idi. Elə şirkətlərin adları var ki, adam şoka düşər. Ha. Amma onu deyə bilmirik. Bəzi şirkətlərin adlarını görürük burada, dediyim kimi. Amma onları yaxından çəkdikdə göstərə bilmirəm. Çünki, yəni belə deyim, çox belə məşhur və həddindən artıq qodal sulardan qiyməti olan markaların da bəzi hissələrini burada istehsal edirlər. Görüşü. Amma yenə də bəzi detalların, bəzi kolleksiyaları formada əllə cilalanır. Baxlar. Əllə. Yenə də insan əməyi belə deyəlim. Burada artıq son etapını demək olar. Sol üçün. Gördüyünüz kimi. the operation system. We have two generations. This is the last generation, which is called collaborative robot, and it works with artificial intelligence. Süni intellekt ən son bir generatorda nəsil aparat süni intellektlə işləyir. Burada iki cür aparat var. Bir var köhnə olan, bir də bu tərəfdəkilər isə yeni nəsildir. Hansı ki bunlar AI tətbiq olunur və demək olar ki özü cilasını edir. Köhnədir, bu köhnədir. Bu dediyim bundan əvvəlki generation. Bu insan əməyi istifadə olunur, idarə olunur. Here, the setup is done by the operator directly, which keep the arm of the robot in between their hands and teach the machine the operation he has to do. And the machine will do the same hundreds times. Robot öyrədir bir dəfə işləmə əliylə, sonra robot özü işləyir. AI-nin dediyim kimi burada bu hissəsində istifadə edirlər. Onu
Orada sırf konkret hər şeyi operator eləyir, amma burada operator bir dəfə öyrədir. Necə məsələn AI-ları əhəlləşdirmək var da, özünüz bilirsiniz ki. Məsələn öyrətmək olur da Gemini, Cloud-ını, OpenAI, bəzi intellektual. Bu formada bunu bir dəfə öyrədilər robota, hansı formada olmalıdır robotda olan manipulyatorlara. Ondan sonra təkrar artıq robot özü polish eləyir. Göz bezellər. Daha doğrusu bezellər burada. It is anyway a good machine. We do a good job. Baxın necə polish eləyir. Here we have a cotton wheel. It's cotton turning really fast and polish the steel. Görünce həssas işləyir də, amma So with this kind of wheel is polishing, with this kind of wheel is brushing. Bu polirof verir, bu parıltı verir. bu deməli polish eləyir. Bu isə branşa verilən parıldatmaq üçün. Və bir etap belə gəlir də gördüyünüz kimi. No, but all the nutrition, 24 hours a day. Və burada gördüyünüz bu istehsalat, bu fabrik 24 saat işləyir, yanmadan. 24 saat işləyir, 24 saat istehsal edir aparatlar. This will do the brushing of this side. Yes. So there is the bell and the case like this when finished with the surface. Bu aparat sırf kürakları takip. This thing is the lamp that fits on the thing before the protective lamp. Ha, bu aparatı Bunlar ikisinde vurular diye polirof verir. məsələn cihaz hansı hissələrini polish elədi, o hissələrinə də işarə qoyurdu. Məsələn, bu hissələrinə polish olunur. Və ya onu çəkirlər, həmin işarələr olan hissələri ancaq polish eləyir. Кейsi bıraktı mı bu ayakta? Qarşımızda bir dənə də 300.000 franklıq aparat var. Bu artıq son mərhələlərdir. Sıfırbatın. Buradakı istehsalın sonunda da təkrar qayıdır lap əvvəldə o birinci göstərdiyimiz o quality hissəsi var idi. Tez keyfiyyət testi olansız. Orada keyfiyyət testi olur. Bu veya işləmir deyə çəkməm nədir? Daha azı polirovkanın ən ilkin mərhələsidir burada. Və o daşlarda bəhs etdiyimiz kimi kristal daşlarda, ayrı daşlarda. Burada isə bəxti deyə orada otaq var idi, orada bir-bir test edirdilər. Bir-bir yox, məsələn 2000-lə istehsal olunub, ondan sadəcə birini istehsal edirlər. Burada isə gördüyünüz o bayaq danışdığımız zavodda istehsal olunan hər bir saatı, Nabi Dəmirov fikrini çəkməsəm, hər bir saat bir-bir yoxlanılır bu masalarda və manual olaraq yoxlanılır. Testlərdən keçdikdən sonra orada da ən sonunda bütün kolleksiyadan bir dənəsini götürüb onu da orada test edirlər. This is a full recap. So we told we can start from steel bar or we can start from case blank and then brushing. And at the end, we will visit now the assembly department. We have the final cases ready. Here, interesting to know this case components come all from this piece of bar. So from this piece, we obtain the middle case, but we will obtain also the bezel, the case back, these two rings. This is a Chrono Swiss case. I don't know if you know this brand. It's also an expensive brand, and we try to lose
less material as possible and optimizing. It's heavy, eh? Burada gördüyünüz kimi bu detaldan, bu gördüyünüz bu detal və orada sizə göstərdiyi rəngli detal. Bu detaldan olmasın ağırdanmışım. O detaldan istehsal olunur. Məsələn, oradan bu, buradan bu, belə. Ən sonunda isə gördüyünüz kimi saatın bütün кейsi hazır olunur. İndi artıq fabrikin növbəti hissəsidir. Burada maraqlı bir dənə şey fikrimizi seçdi. İçəri gələndə belə burada maqnitasiya olunur. Elə biz bir növdə belə elektrikli çəkir özümüz bağlama dediyimiz səfərimizə. O çəkilir bizə. Yerdə yəni çəkili sorulur. Ondan sonra girdik. Biz burada artıq daha həssas olmaq lazımdır və bu formada forma geyinəcəyik. Belə bizim hamıda geyindirdilər. Maksimum dərəcə təmiz və titiz olsun deyə. So, before we go inside the in room, we have here some preparation operation. Here is stem and crowns preparing. I mean, we receive with movements this standard stem, which needed to be cut at the exact length based on the case size. And then we glue and screw on the stem the final crown. Standart ölçüde alırsan var. You want to see? So the machine cut, glue, and screw the crowns. Burada izah eləmirəm, çünki baxdıqda da görünür nə işləmək var. O istehsal olunanı belə deyim, qabaritli ölçüdən keçirdirlər. Hər saata uyğun lazım olan ölçü. Ümumi neçə nəfər işləyir? 150, hə? 170, istehsalda 125. Ümumi 170 nəfər var komandalarında, amma sırf istehsalda 150 nəfər işləyir. Because we do only 100% of the workers İstehsalın daha, belə deyək, son etaplar və ya orada gördünüz, tacının quraşdırılması, tacın ölçüləndirilməsi və s. Bu işlərdə tamamən manual əllə yığılır. Gördüyünüz kimi. Buranın bağlı bayaq dediyimə girişdə torpağınızda belə çəkir. Biləşik əmləşdə belə maraqlı bir məqam var. Burada məsələn büzür ventilyasiya sistemi var, hansı ki təzyiq yaradır və bütün tozu sökürdür belə deyəndə yerə. Həm yerdə nəsə quraşdırıblar, həm də ki yuxarıdan basınız tam hər şeyi tozu otuzdurur. Yes. Lens is constant, and also it's easy in the screen to check maybe not the dial, if you can avoid to press. And with this line, the operator can easily check that the hands are well aligned. Bizim saatı həm əlinə yığılır, həm də yeni nəsil cihazlarla orada əqrəblərini taxmaq. Taxıldıqdan sonra əlinə yığılır. Yəni maraqlı bir dənə məqam. Burada görürsünüz, işləyənlərin hamısı qadınlardır. Yəni mühəndis oğlandır. O sırf baxır mexanik saatlara. Amma aşağıda gördünüz ki, aşağıda daha çox elə deyirdi. Oğlanlar idi. Here you can, this is Romer. You can make zoom in. Okay. Gördüğünüz gibi
Romer markası. Bu yapmışlar. Ha, dur. Yes. We do the casing. So once everything, hands and dials are assembled, we do the casing. This is important here to check that the crystal, the dial are really clean and without dust. Because once it's closed, we would like to avoid to reopen. Suda məsələn həm su testi olunur, atmosfer testi olunur, basınç testi. I can məsəl üçün artıq Here is the real water resistance test. 20 atmosfer. Before Şöyle mi? first step by Gözəl saatla. Gözəl saatla. vacuum system, the machine tells us if there is any leak. And then Ha, bakma. this is done Başla. 100% of the water. In this machine, Real water resistance test olur. Özledim ki yani bu Дайвинг. Each Можно one. дать 200 метров. yes, here we Да. must Вот этот 200 metre. cool down crown. 200 metre üzerinde ve gördüğünüz kimi də Burada hər saat, bütün saat yoxlar. Yəni random yoxlamırlar. Hər saatı yoxlayır, bir-bir yoxlayırlar. hafiften maraqlı sonuçlar var. Əvvəlcə orada məsələn- vakuumda yoxlayırlar, sonra keçirirlər bura. Və biri var məsələn də kolleksiyadan birini götürüyorsunuz. Burada bütün kolleksiyanı bir məsələn də burada gördüğünüz saatların hamısını bir vakuum testi, sonra isə su testi olunur. you want it. No, no, That's okay. First step of this test is a simulation in this pot with water, which takes 15 minutes. And in this time, the machine simulates the activity of a diving person. Yes. So different pressure. After that, Burada məsələn bir saatlar test olunur, həm şok testi olunur. Yəni məsələn burada güclü temperatura verirlər, mənfidə, müsbətdə yoxlayırlar hamısında. test, we can see in the middle. Here are all perfect. All So we can't see. Right. Also because the dials is Far in the white. part that up to 1 minute is okay by Swiss Federation. Yes, exactly. Anything above Çox vacibdir. is considered not okay. 75 dərəcədən 12 dərəcəyə kimi şok verilir saata və saat normal olaraq parlanır. Yəni bu tamamilə normaldır. Yəni bu sıradan çıxma deyil, yanlış istehsal deyil. İsveçrə standartlarına uyğundur yəni bu hadisə. Parlanır, parlanandan bir müddət sonra isə o far çəkilir, gedir. Və bu yəni ki, bırak sayılmır. Yəni 70 dərəcədən dediyim kimi 12 dərəcəyə qədər düşürdülər temperaturu və ya qaldırırlar. Test olunur. O şok verilən zamanında saatlarda az-maz buxarlanma olur. O isə 1 dəqiqə, 2 dəqiqə müddətində çəkilib gedir. Bu tamamilə normaldır yəni. Buxarlanma ola da bilər, olmaya da bilər. Hər iki variant da tamamilə normaldır. Bütün brasetlərin yığımını görürsünüz. Raflemanov. You explained already? Yes, I Yes, but explained it's easy. Burada isə axıncı kontroldur. Məsələn, biz bu gün burada bu saatın tam sıfırdan istehsal olunub bu hala gəlib çıxmağına şahidi olduq. Gün ərzində neçə dənə saat istehsal edilən? 2000. Gün ərzində 2000 ədəd saat istehsal olunmuş Demək olar ki 2000-ə yaxındır. Ha. bu formada. Thank you. Thank you. Burada bezildir. Hamısı burada bez yerdən tutmuş kəmərə kimi hamısı bir test olunur. And Burada isə packaging operation. bayaq buradaydı. Orada fabrikə istehsal olunandan sonraki mərhələ. Barcode label.
Bir barkodlar çeniklə Warranty. və qablaşdırma formada qablaşdırılıb yola bura. Bu ambar yəni gördünüz. Hı. Yes. Böyle də. We print for each. Burada da məsələn yaşıl Probably doing the last green light. yaşıl tişörtdə olanlar yoxlama işinə baxır. Burada da görürsünüz ki, burada da var yaşıl tişörtdə insanlar. Orada insanlar başqa yaşıl tişört geyinib. Yaşıl tişört elə bil hər belə deyim etapın son mərhələsində testi göstərir. And here we have our offices. Bura isə artıq ofisləridir. Hello. Here we have the purchasing and accounting office. And here, important for you, our customer service office. Müşteri məmnuniyyəti servisləri. Baxdınız. Hi. Lisa, may I leave you Yes, to I explain will. the process? So, Francesca, our partner, Nice as to I meet you. mentioned to you in the morning, Hi, nice to meet you. Francesca is head of the customer service department. Hi, And nice to meet you. once we confirm our collaboration, we'll set up an account. It will be sent to Francesca and to accounting. Francesca will choose one of our colleagues who will take care of your order entry into the system. And then our colleague Ariana, she will be the one handling the invoicing and the logistics. Bonjour. Technical office. So they are in charge to follow customers at the really beginning of a project. You see some technical drawings. They support customers in the really first details before to confirm our visit. Ofis hissəsindən qurtardıq. Burada saatların dizayneri, This is the tool. saatların dizayneri və Yes, I hope the same. yaşıl paltarı gördüyünüz insanlar vardı. Onların belə deyəlim böyüyü də Bossosy Green T-shirt team idi. Onların belə deyim rəhbəri və bizim işləyəcəyimiz adamlarla biz danışırlar ki, bu adamlarla işləyəsiniz. Formada ofisləri var. O saat dizayneridir şey. Texnik kontrolün müdürü. Thank you. Goodbye. Thank you. Thank you. Thank you. Goodbye. Thank you. You have the confirmation now. Thank you. Bye. See you. See you later. Fabrik turu gördük, oradan keçdik, danışdıq. Böyük ehtimal tezliklə JDM Plus Swiss Made JDM Plus markasının tezliklə stoklarımızda görəcəksiniz böyük ehtimal. Biz bəyəndik, ümid edirəm və siz də bəyəndiniz. İndi isə biraz işlədik, işdən sonra indi oturub biraz yemək yemək lazımdır. Ceyranımızı gəlib saxlamışıq burada. Belə gözəl bir mənzərədən oturub abed eləyəcəyik. Buongiorno. Benvenuti. Okay. Burada bir daha salam, bir dənə bomba bir dənə abeddən sonra danışmağa belə yerimiz qalmayıb. İndi isə artıq bu saat təqdimatını deyək, bu fabrikin təqdimatını deyək, sonrasında Almanya səfərimizdə olduğu kimi yenidən gelirik Milana. İndi orada əgər yenidən maraqlı nələrsə olsa,
çəkilib göstərəcəm sizə əlbəttə ki, olmasa da bu sonluq olacaq. Amma əgər bu videonun burasına kimi gəlmişsə, bundan sonra da qurtarmağına varsa, deməli nəsə maraqlı şeylər var. İzləyin. Artıq rəsmi olaraq İsveçrəni tərk edib keçirik İtaliya. Sərhəd keçid. Sərhəd keçmədəyik. Burada indi tam dəqiq bilmirik, pasport yoxlanışı olacaq yoxsa yox. Deyəsən ola da bilər, olmaya da bilər. Yəni ki, baxırlar da belə şübhəli vəziyyətdirsə yoxlayırlar, şübhəli vəziyyət deyilsə yoxlamırlar. Yazılacaq bizim o bir videoda da şeydən Fransadan keçirdik, Fransaya. Orada da eyni formadaydı. Tabii ki İtalya'ya daxil ol. Keçdi İsveçrəni, sağ ol. Artıq Necədir Samir? İtalya'da. 1-2 keçdi. Keyf elə. Milana gəlmişkən videonun sonunun girəcəyik Dumaya. Burada sonlandıracağız yəqin ki vlogu. Çünki bura gələndə, bura girməsəz elə bil ki səfəriniz yarımçıq qalır. Ona görə getdik içəri. Uzun yoxlanışlardan sonra keçdik içəri. Gəl, bura baxaq. Bir dənə şey göstərim sizə. Bura niyə balıqdır? Belə deyil. Bura şey deyirlər də, staj edirlər. Əvvəllər belə deyildi. Bax, o var ha, kabinkalar. Bir tane tanıyırsan da. Sami. Günah çıxartmaz. O akustik. İnsanlar gəlib ibadət edirlər, dualar edirlər. Bizimkiler desin dua edir. Dua edirsiniz. Yox, şam qoyuram. Biz də gəlib oturmuşuq bir ilk dəfədə. Ayaqlarımızı qoyuruq ora. Sən nə olsun gəlib deyir ki, o ayaq üstündə. Ayağı ora qoymaq olmaz. Ora Dizlər üçün. Dizlər üçün, diz üçün. Ona bura. Hə, bunlar. Necə bura? Ha. Arqan görürsünüz. Düzdür, bir dəqiqə onu ifa edən momentinə düşməmişik. Amma ifa edəndə çox belə gözəl vahiməli səs əksi olunur. Ümumiyyətlə, İtaliyada olan kilsələrdə ən gözəl və ən incə deyərdim, sənət hissələri eləməz. Bu kilsələrin pəncərələrində işlənən bu detallar ki, çox möhtəşəmdir. Burada biz girmədik və orada gördüyünüz taxta var orada, ha? Görsənir yoxsa yox. O taxtanın içində dediklərinə görə İsa Peyğəmbərin çarmıha çəkildiyi taxtanın bir hissəsi və onun ətinə batan mismarlardan biri oradadır. Burada San Bartolomeo'nun heykəlidir, amma bu heykəldə maraqlı bir məsələ var ki, bu insan anatomiyasında dərisini çıxardığında bu insanın özüdür və şal kimi olan hissədə onun dərisidir. Yəni onun adam söz tapmır da izah eləməyə ki, necə belə mükəmməl formada işləyir insan anatomiyasına uyğun şəkildə. Baxsaz ayaqları olsun, bədən olsun, başı olsun, yəni bu tam olaraq dərisi soyulub, dərisinin soyulmuş versiyasının heykəlidir yəni. İtalyanlar olsun, yəni bu tip işlərdə, bu tip memarlıqda dünyada zaten bir nömrədir. Və bununla da bir nömrə olduqlarını bir daha sübut elədilər. Düşmüşük Google Map'in zibilinə. Burada görsənmir də hansı tərəflərdəyik. Bir dənə tuneldən çıxaq. Göstərəcək. Konkret
Bayaqdan ancaq Perevallar, dağ, bir maşınlıq yol siqnal verib gedirik şeylərdən, tunellərin içindən. Bir də çıxab dəyirə hündürlüyü göstərəcəm sizə. Hündürlüyü nə qədərdir? Sana bir də oradan göstərəcəm. Dağın başında görürsən burada. Dağın başında. Dağın başında yürüyebiliyor, dağın başında. İndi baxacam internetdən İnternetdən hündürlüyü deyəcəm sizə də. Dolabda heç onda hündürlüyü yazmıyor. Məsələn də yəqin buradan Aleyküm selam. təsəvvür edirsiniz. Elhamdülillah. Çok sağ olun. Ben şükür Allah'a yaxşı. Sizlerden de ben yoxam deyə o könül dayılar qalıb qalmış. Bir təzə vurulsun bax, bu harda? Tam belə. Çay axır, gəlir. Bayaq gördüyünüz su hövzəsinə. Belə. Bilmirik Google Map'ə çox sağ ol deyək, yoxsa Google Map'i söyək. Qalmışıq burada. İkinci variantı mən seçirəm. İndi baxdıq Google Map'dən. 1550 metr hündürlükdəyik. Hələ də qalxırıq da, yəni yol bizi qaldırır yuxarı, görək hara gedir. Burada Murad da eşəliyir ki, bəlkə düz gedirik, səhv gedirik. Amma yəni Zürixə kimi burayla göstərir yolu. Belə. Gözəl şeylər. Belə Dardır da, gələ bura. dardır deyə məcbur buraxırıq, belə qalxırıq. Bayaq 1550 idi, indi də yəqin ki hardasa birdən 1700-1800 olar. Çünki bayaqdan dayanmadan ancaq diş qalxmışıq. Amma İsveçrədə. Bulqara dizə çatmışıq da, bax da. Vətənə giriş edirik İsveçrəyə. 2117 metrdir. Oy belə bax. Nə qədər? 2117 metr. 2117. 2117. Paso Gece. Dallas Lupaz. Murad, birinci dəfədir bu hündürlükdə maşın sürürsən, yoxsa? Yoxsa bu təcrübə səndardanmı? Əvvəllər olub da məndə yox. İndi bilirsən nədir problem bunu? Düşürük, hə? Yox, problem deyil, orada zapravka lazım deyil. Dəniz səviyyəsindən 2100 hündürlük və belə gözəl mənzərə. Neynədin sən bu hündürlükdə? Demir yolu neynəmiş bu mənzərəyə qarşı, amma Şəkil çəkəlim. qəşəng. Belə bir dənə Zürixə gedən yolda Komu gölündə çiməndən sonra bir dənə belə məclisi eyham Nuşitos. Sağ ol tez. Dəhşətli şeylər bu. Sağ ol. Hələ burada da var. Ciao. Ciao. Nuşitos.